Azadlıq qəzetinin bugündən çapının dayanması barədə də əməkdaşımız Tünzalə Rafiq qızı qəzetin redaksiyasında olub. Azadlığın çapının dayanmasının səbəblərini araşdırıb, elə bu mətbuat orqanının çap fəaliyyətinin nə vaxt bərpa ediləcəyi ilə də maraqlanıb. 25 ildir ki fəaliyyət göstərən ilk müstəqil mətbu orqan Azadlıq qəzeti nəşrini dayandırdı. Gündəlik 8-10 min nüsxə ilə tirajlanan qəzetin çapının dayandırılmasına səbəb isə Azərbaycan nəşriyyatına 20 min manat borclu olmasıdır. Nəşriyyatın rəhbərliyinin Azadlıq qəzetinə göndərdiyi xəbərdarlıq məktubunda deyilir ki, kirayə, kommunal və qəzet çapına görə yığılan borc ödənilməzsə, qəzet çap edilməyəcək. Azadlıq qəzetinin baş redaktorunun müavini Rahim Hacıyev son vaxtlar böhranlı günlər keçirdiklərini deyir. Metroda qəzet satışına qadağa, əl yayımına səyyar satışa qoyulan yasaq, qasid firmasının azadlığı olan 70 min manat borcu bu vəziyyətə gətirib çıxarıb. Üstəlik qəzetlərə maliyyə yardımı göstərən prezident yanında KİVə dəstək fondu da azadlıqla əməkdaşlığı dayandırıb. Biz tələb olunan vəsaiti ödəməliyik. Əlbəttə ki, nəşriyyat da müəyyən mənada haqlıdır. Biz də haqlıyıq qasiddən pulumuzu tələb etməkdə, amma qasiddən pulumuzu almaqda bizə heç bir kömək göstərilmir. Qəzetin əməkdaşları son 2 ayın maaşını ümumiyyətlə ala bilməyiblər. Son 2 aya görə biz əməkdaşlarımızın ümumiyyətlə maaşı ödəyə bilməmişik. Azərbaycan nəşriyyatının mətbuat katibi Yeganə Qasımova bundan əvvəl də Azadlıq qəzetinə dəfələrlə xəbərdarlıq edildiyini, məsələ ilə bağlı kompromisə getdiklərini deyir. 20 min manatın ən azından müəyyən bir hissəsi ödənilməzsə, qəzetin çapı bərpa edilməyəcək. Artıq bu bir zərurət idi qəzetin çapının dayandırılması. Çünki yəni bildiyiniz kimi biz də kommunal xərclər ödəyirik. Qəzetin çapı üçün yəni işıq, qaz, su, bütün bu resurslar lazımdır. Ancaq yəni ən azından poliqrafiya materialları almaq artıq nəşriyyatın imkanları xaricində idi. Yəni birdən-birə kəsilməyibdi. Qəzet rəhbərliyi yardım üçün hələ ki nə Mətbuat Şurasına, nə də KİVə dəstək fonduna müraciət etməyib. KİVə dəstək fondunun rəhbəri Vüqar Səfərli isə məsələyə münasibət açıqlayaraq bildirdi ki, fond Azadlıq qəzetinə 3 ildir ki maliyyə yardımı ayırıb. Məsələn, 2013-cü ildə bu rəqəm 120 min manat olub. Lakin ötən ilin noyabrından qəzet fondun qərarlarına uyğun layihələr təqdim etmədiyi üçün onlara yardım dayandırılıb. Statın sonu. Azadlıq qəzeti hələlik elektron variantda işini davam etdirəcək.